Hünər budur ki, pul cibində, qüdrət əlində, dostun, tanışın, arxon, dayağın, bütün bunlar zahiri şərait hamısı sənin xeyriyyədir, amma sən bağlanmayasan. Dənizdə necə yalvarırdın batanda, elə o halda Allaha bağlanasan. Şərait sənin xeyrivi olanda da, qüdrətlər sənin yanında olanda da, hər bir halda. Bir var şərait səni buna vadar eləyə, bir var sən şəraitə hakim olasan, sənin cibində pul ola pula söykənməyəsən. Deyir ki, səcdə elə denən ki, İrham abdəkəl fəqir, fəqir bəndəvə, kasıb bəndəvə rəhm elə. Kasıb burada nə mənadadır? Deyə bilərsən, mənim cibimdə $1000 var, mənim haram kasıb. Fəqir yəni, mənim arxa, mən səndən qopanda heç nəyəm, mən sənin fəqirinəm. Ancaq sənin, mən səndən başqa heç nəyim yoxdur, arxalanacağım bir şeyim yoxdur.